Aman baba. Nasılsın? Sağ ol baba, sen ne diyorsun? Yaxşıyam. Yaxşı ol baba. Çalışıram yaxşı olmağa baba. Biraz həyatda qızlı işdən görmüşəm. Allah, biraz yorulmalım. Namaz qılarım sonra. Allah kabul etsin. Mənim işlərim necə gedir? Yaxşıdır baba, yaxşıdır mənim işlərim. Sözün yadın yoxdur ki baba. Yox. Yenə də. Var baba, var. Var. Ay sağ ol. Nasıl var? Deyirək, nə məsələdir baba? Bilirçi baba, mənim bir dostum var. Ah, yaxşı. Özün tanıyırsan. Məhəllədən başında Hə, qalır. bildim baba. Elgün. Yaxşı olan oxşayır. Yaxşı olandı. Yaxşı olandı. Ama baba, sıxıntısı var. Ailəsində. Onu tam mənə də demir. Amma ailədə olduğunu fikirləşmir. Şəxsi sıxıntısı. Şəxsi sıxıntısı var baba. Nədir ki onun sıxıntısı? Yəni o yaşda o qədər onun problemi olmamalıdır. Nə sıxıntısıdır görə elə bir şey fikirləşək. Bəlkə də baba ilə yaşı az olduğuna görə o uşağı biraz dəstək olmaq lazımdır. Yəni mən elə fikirləşirəm. Bu uşaq çox qorxur baba. Qorxur. Bir iş görməyə qorxur. Cəsarət eləyə bilmir. Ürək eləmir. Ürək eləmir, həm də çox ümidsizdir. Ümidi yoxdur heç nə. Anladım bana, onun babası da yoxdur. Belki oturaq. Anladım bana. Otura məsləhət Allah. Neçə günə də bu onun babası rəhmətə gedir. Evet. Sən özün nəsə oturub ona söhbət eləmişsən. Mən danışdım. Biraz dedi mənim. Biraz problem dedi. Deməli belə. Sən o eşitmirsən də bizim o kəndin ayağında Hüseyin baba var. Hüseyin baba, hə? Ay sağ ol. O məndən 10 yaşda böyükdür. Sən bilirsən də onun yanında nəinki bizim gənclər, hətta yaxşı adamlardır. Gedirlər xeyir işində, şər işində, müəyyən problemləri olanda otururlar, söhbət edirlər, yüngülləşirlər, dərdin aslında bölüşürlər, gəlirlər və fayda da görürlər falan. Həyatlarında dəyişir. Mən də ona münasibətim çox yaşıdır. Özüm də dəfələrlə yolum oradan düşəndə Hüseyin baba ilə dərdləşir, söhbət edir. Bir-iki günə yolum düşəcək onların yolunda. Salamlaşaram, gedib söhbət eləyərəm. Sən də dostunla da deyərəm gələrlər. Dur gör nə deyirəm. Gəlirəm. Gəldim. Elə neçə vaxtı səni görmək istəyirdim. Gəl. Sədən çay dəmləmişəm. Get içəri get. Qapıda görüşməzlər. Ay, xoş gəlmisən. Gəl ay Həsən kişi, gəl. Sədən çay dəmləmişəm. Nətərsən qardaş? Çox şükür Allaha. Can baş vəziyyət. Yavaş olandır. Yaxşı. Çoxdandır səni görmürdüm. Oturaq biraz söhbət eləyək. Otur. Dəstəşək. Otur, bu saat sənə çay düzdür. Ay Həsən kişi, sən nə deyəmirsən? Gəl otur. Sənə qəşəng bir çay düzdür. Bu ya burada otur. Burada mənim yerimdə otur. Ay. Sən yenə çay dəmləmişəm sənin üçün. Bax, öz əlimlə. Nə var, nə yox? Allaha şükür, salamatçılıqdır. Hüseyin kişi, Aycan. deyirəm elə bu fəsildə də
bu mürəbbi ilə belə bax, böğürtkanla pis olmazdı. Sağ ol. Sən neyinirsən, nə qayırırsan? Şükür Allah'a, şükür Allah'a. Elə buradan keçirdim, qərar aldım ki, bir sənə də deyim. Ne böyle? Çay soğutma. Hüseyin kişi, Haydi. həm də biraz bölüşərdik, dərdləşərdik. Eşdirəm. Bizim bu kənddə maşallah yetişməkdə olan cavanlar var, gənclər var. Ondan sonra evlənmək istəyənlər var. Nə bilim, iş dalıcına getmək istəyənlər var. Çətin dövrdür də. Bak sen ki, sözün Mustafa'sın de, billah haberle gelmişsin. Buyur. Bildim, elə bunu deyəcəksən. O demək istəyirdim ki, valla mənim yanıma gəlirlər, məndən söhbət eləyirlər. Bildiyimlə, bacardığımla, təcrübəmlə deyirəm. Amma eyni zamanda demişəm ki, bizim kəndin ağsaqqalı var, müdrikü var. Sağ ol. Günah ol. Sən yanıma gəlsinlər. Hüseyin kişi, həyat görmüş, ağsaqqalsan. Sən bilirsən ki, bizim kəndin hamısı sənə hörmət edir. Nə qədər də gəncləri düz yola çəkmirsən. Sənin bircə tövsiyə kifayət eləyir ki, onlar dərk eləsinlər. İnşallah göndərərəm yanıma, onlarla yaxşı-yaxşı söhbət eləyərsin. İndi çayımızı içək. Əlimdən gələni əsirgəmərəm. İnşallah. Bir kənddə yaşlı bir kişi vardı. Adı Hüseyin idi. Təxminən 80 yaşındaydı. Qoca həyatının son dövrlərini kiçik bir daxmada yaşayır və kənddə hər kəs tərəfindən müdrikliyi ilə tanınırdı. İnsanlar onun yanına məsləhət almaq üçün gəlirdilər. Bir gün Hüseynin yanına 5 gənc gəldi. Onların hər biri həyatında böyük çətinliklərlə üzləşirdi. Hüseyin bu gənclərə kömək etmək üçün qəribə bir təklif etdi. 5 gün mənimlə vaxt keçirəcəksiniz. Hər biriniz öz həyatınızın dərsini başa düşəcəksiniz. Birinci gün Rüstəm qoca ilə vaxt keçirdi. Rüstəm atasından qalan mirası qumarla itirmişdi və indi böyük borclar içində boğulurdu. Hüseyin onu kəndin kənarındakı qurumuş quyunun yanına apardı. Aydındır. Dur benimle gel. Bax o, bu quyu vaxtilə su ilə dolu idi. İnsanlar israfçılıqla bu suyunu qurutdular. Sən də həyatını en cür tüketmişsən. Ancaq bu quyunu suyla doldurmaq olar. Bir şərtlə, sən yeni bir quyu qaza bilərsənmi? Doğru deyirsən Hüseyin baba. Başa düşdüm ki, nə kərsən onu da biçərsən. Bundan sonra hər addımımda diqqətli, lazımı qədər əziyyət çəkməyə hazıram. Ay sağ ol, maşallah. Bu sözlər Rüstəmi düşündürdü. O anladı ki, həyatı yenidən düzəltmək üçün zəhmət çəkmək lazımdır. İkinci gün Zeynal gəldi. O yaxınlarını itirmiş və dərd içində idi. Hüseyin onu kəndin axar çayına apardı. Bax oğul, bu çay daim axır. Onu heç nə saxlaya bilməz. Mən qardaşımı Birinci Dünya Müharibəsində, böyük oğlumu isə
Birinci Qarabağ müharibəsində itirdi. Mənim də dərdim böyük. Ancaq nə etməli? Həyat davam edir. Bəli Hüseyin baba, siz haqlısınız. Onsuz da heç nə əlim yatmırdı. Sizin verdiyiniz öğüt və nəsihətlər məni çox rahatlatdı. Bundan sonra hər şeyə yenidən başlayacağım. Təşəkkür ederim. Afərin, bərəkallah. Zeynal hər şeyi başa düşdü və keçmişlə barışmağa qərar verdi. Üçüncü gün Elxan gəldi. O daim daha çox mal-dövlət istəyirdi. Amma buna baxmayaraq heç vaxt xoşbəxt olmurdu. Hüseyin baba onu kəndin yuxarısındakı bir təpəyə apardı. Oradan kəndin mənzərəsi görünürdü. Ah oğlum, hər gün mən bu mənzərəyə baxıb şükür edirəm. Bilirəm ki, bu dünya mənim yığdığım var dövlətlərdən böyükdür. Sən isə var dövlət yığmaqla məşğulsan. Ancaq nəyin itirdiyini hələ də bilmirsən. Siz düz deyirsiniz Hüseyin baba. Mən indi bildim ki, dünyada var dövlətdən də önəmli insanlar var. Elxan başa düşdü ki, xoşbəxtlik var dövlətdə deyil. Gəldim. Gəldim. Kimdir orada? Gel bala, keç sen. Keç. Dördüncü gün Elgün gəldi. O gələcəkdən qorxurdu və heç nəyə cəsarət edə bilmirdi. Hüseyin baba ona bir qaranlıq otağı göstərir və kibrit yandırır. Başa düşdüm səni. Gəl gedək mənimlə, gedək bala. Gedək. Gəl mənimlə. Qaranlıq, ay bala, sənin gələcəyin. Ancaq sən bu qaranlığı öz daxili işığınla işıqlandıra bilərsən. Hüseyin baba, mən indi anladım ki, mənim bu qaranlıq yolumu cəsarətim və ümidimlə işıqlandım. Afərin, bərəkallah. Beşinci gün Səməd Hüseyin baba ilə görüşdü. Səməd daim hirsli olur və ətrafındakı insanlarla mübahisə edirdi. Hüseyin baba onu kiçik bir bağçaya apardı. Orada quru və böyüməyən bir ağac vardı. Bax oğul, bu ağac vaxtında qayğı görməyib. Torpağı sulanmayıb. Əgər sən istəsən, bu ağacı yenidən gögərdə bilərsən. Hə baba, başa düşdüm səni. Mən qəlb qırmaqla bir şey əldə edə bilmərəm. Bundan sonra heç kimin qəlbini qırmamağa çalışacağam. Afərin, bərəkallah. Babam. Səməd su tökdü, torpağı yumşaltdı və ağacın dəyişməyə başladığını gördü. İnsanların qəlbi də belədir bala. Hirsi su əvəzinə
şəfqət və anlayışla əbəd etsən, onların da münasibətləri dəyişər. 5-ci günün sonunda 5 nəfər yenidən Hüseyn babanın yanına toplandı. Onlar artıq əvvəlki insanlar deyildilər. Hüseynin sadə, lakin dərin həyat dərsləri hər birinin qəlbində iz saldı.